Salam dostlar, hər vaxtınız xeyir. AI injiner olmaq, reallıqlar və miflər adlı vebinara xoş gəlmisiniz. Mən Emin Məhərrəmli. Bugünkü vebinarda e, moderator olaraq çıxış edəcəm. Webinar haqqında qısa məlumat vermək istəyirəm. Daha sonra keçərik bizim demək qonağımız haqqında, spiker haqqında məlumat verəcəm və webinarın strukturu haqqında sizə məlumat verəcəm. Ümumiyyətlə süni intellekt, yəni AI, son dövrlərin ən populyar olan sahələrindən biridir, bəlkə də birincisidir. Son illərdə şirkətlərin AI tətbiqini, sürətli şəkildə AI tətbiqinə keçməsi istər dövlət sektorunda, istər özəl şirkətlərdə, bütün dünyada belədir. Demək olar ki, bu sahəyə olan marağı günü-gündən artırır. Ona görə də biz Binsight komandası olaraq düşündük ki, belə bir webinar keçirək və spiker olaraq bir AI injiner peşəkar birini dəvət edək və sizlər üçün faydalı bir belə deyək, ortam yaradaq, mühit yaradaq. Ümumiyyətlə webinarın strukturunda onu qeyd edim ki, adından da göründüyü kimi bu sahədə olan reallıqlar haqqında danışacağıq və populyar olan miflər haqqında danışacağıq bir qədər sonra. Digər tərəfdən bu sahənin gələcəyi, yəni hazırki durumu və gələcəyi haqqında danışacağıq. Digər tərəfdən bu sahədə roadmap, bir inkişaf yolu, inkişaf xəritəsi belə deyək, bir yol xəritəsi necə hazırlana bilər və nələrə diqqət etməliyik, bunlar haqqında da danışacağıq. Həmçinin webinarımızda hansı layihələri hazırlaya bilərsiniz, necə portfolionu necə qura bilərsiniz, bunun haqqında da sizə müəyyən məlumat verəcəyik. Təbii ki, webinarın sonunda sual-cavab hissəsi olacaq. Komment hissədə siz öz fikirlərinizi, öz suallarınızı yaza biləcəksiniz və spikerimiz tərəfindən sizin suallarınız cavablandırılacaq. Dostlar, ümid edirəm, inşallah sizin üçün faydalı bir webinar keçər və suallarınıza dolğun cavablar əldə edə bilərsiniz. Mən istəyirəm növbəti səhifəyə biz keçək. Növbəti səhifəyə fikir versəz, burada biz demək, spiker haqqında məlumat əlavə eləmişik. Spikerimiz Elnur Şahbalayevdir. Elnur bəy dəyərli vaxtını bizə belə deyək ayırdı, sizlər üçün ayırdı. Çox sağ olsun. Bir qədər sonra ona da vaxt verəcəm danışması üçün. Təcrübəsinə nəzər yetirsək, hal-hazırda Bayraktar Texnologiya Azərbaycan şirkətində çalışır. Qoşulan yoldaşları da mən admit edirəm ki, qoşula bilsinlər rahat şəkildə və təcrübəsi ümumiyyətlə 4 ilə yaxındır ki, bu sahədədir. Həmçinin paralel olaraq təlimçi kimi də fəaliyyət göstərir. Elnur bəyin mən istəyirəm qısa bir qoşulmasını xahiş edəcəm. Elnur, buradasınız? Salam, hər vaxtınız xeyir. Axşamınız xeyir. Bir dənə başlamazdan əvvəl deyim, Bəli. prezentasiya biraz problem var. Yanlış ekran paylaşılıb deyəsən. Hal-hazırda? Aha, 2 monitor var deyəsən sizdə. Bəli, bəli. Bircə saniyə. Məndə 2 monitor var. Bir saniyə, onu düzəldə. Yaxşı dediniz onu vaxtında. İndi necə görünür, Elnur? Yəni görün, indi əla. Oldu, əla. Bunu yaxşı dediniz. Buyurun. Salamlayıram hamını. Hamınız xeyir. Xoş gəlmisiniz ilk öncə webinarımıza. İnşallah bugün Emin bəy qeyd elədiyi kimi bu sahənin reallıqlarından və miflərindən danışacağıq. Hər birinizə uğur arzulayıram. Nə sualınız da olsa çəkinmədən soruşa bilərsiniz. Çox sağ olun, minnətdaram. Qoşulduğunuz üçün, dəyərli vaxtınızı ayırdığınız üçün həqiqətən çox sağ olun. Elnur, hal-hazırda prezentasiya paylaşılıb, sizin səhifədə düzdür, qaydasındadır da. Üzrlə hesab edin, texniki bir kiçik bir belə deyək problem oldu. Mən düşünürəm ki, çox vaxt itirmədən, həm yoldaşları da çox yormadan, həm sizi də çox yormadan, artıq biz başlaya bilərik webinarın strukturuna nəzər yetirməyə. Dostlar, bilirik ki, ümumiyyətlə, əksər sahələrdə, mənim sahəm misal üçün
BI sahəsidir, data analitika, business intelligence, reporting sahəsi. Bu sahə ilə də bağlı yeni başlayan xüsusilə yoldaşlar olanda düşünürəm ki, aramızda yeni bu sahəyə maraq göstərən və ya bu sahənin içində olan yoldaşlar da var, amma böyük əksəriyyət yeni başlayan yoldaşlardır. Bu sahələrə addım atanda çoxlu miflərlə və fərqli belə deyək nüanslarla rastlaşırlar. Və onlar da bu suallara cavab axtarmağa çalışırlar. Buna görə də düşündük ki, elə bu vebinarda, strukturda ilk olaraq AI injiner olma haqqında miflərə toxunaq. Hansı ki, növbəti biz slaydda bu Elnur görünür də düzdür? Bəli, Bəli, bəli. slayd. Aha. Bunlar haqqında biz slayda yer ayırmışıq. Elnur, sizə mən sözü vermək istəyirəm. Xahiş edirəm bu miflər nələrdir, yoldaşlara da tam aydın olsun və bundan sonra düşünürəm ki, baxış belə deyək, bucağı dəyişmiş olacaq onlarda. Buyurun. Çox yaxşı, təşəkkürlər. Mən elə onu da qeyd eləmək istəyirəm ki, hazırda elə universitetdə adını-sanı sabah qruplarında dərs deyirəm, süni intellekt dərsi və orada da bənzər məsələləri görürəm. Bundan əvvəl başqa adamlarda da görmüşəm. Sahə həqiqətən yeni sahədir. Hamı öyrənmək istəyir, onlara maraqlıdır. Amma risk eləyib başlaya bilmirlər. Çünki bəzi yanlış məlumatlarla həqiqətən çox çətin olacağını düşünürlər. Məsələn, riyaziyyatla bağlı belə bir şeyi çox görürəm. İnternetdə də paylaşırlar ki, riyaziyyatı çox yaxşı bilmək lazımdır buna başlamaq üçün və bu girişə başlamaq üçün o qədər çətin bir limit qoyurlar ki, çox adam düşünür ki, mən onsuz da riyaziyyatda məktəbdən zəif idim, yəni onda məndə alınmayacaq. Belə bir şey tam olaraq yoxdur. Ümumi anlayışları bilmək kifayət eləyir. Dövrümüz elə bir dövrdür ki, bizə daha çox nə etdiyimizi bilmək lazımdır. Birə-bir heç kim oturub riyazi şəkildə əllə hesablama eləmir. Amma kodlar yazılır. Hətta süni intellektin köməyi ilə artıq kodlar da əllə yazılmır. Yəni bir adam lazımdır ki, doğru şəkildə həmin süni intellekt modellərini işlədib həmin kodu yazdıra bilsin, onu başa düşsün və lazım olanda səhvlərini düzəldə bilsin. Aha, aha. Çox maraqlıdır. Üzr istəyirəm, hərdən böləcəm. Bizim Problem sahədə də bu sual çox verilir ki, biz yüksək səviyyədə statistika bilməliyik data analitik olmaq üçün. Mən də eyni bu cavabı verirəm əslində. Yəni biz əllə, ruçka ilə belə deyək, qələmlə heç nə eləmirik də və ya xüsusi ciddi statistik nələrdənsə istifadə etmirik. Təbii ki, proqramı düzgün şəkildə istifadə etmək və onun məntiqini bilmək demək olar ki, bizə kifayət eləyir və onu düzgün şəkildə analitikada istifadə edə bilirik və mən belə başa düşürəm ki, elə AI injiner olmaq üçün də bunları yəni belə deyim, dərindən dahi olmağa ehtiyac yoxdur. Burada da qeyd eləmişik zaten. Bəli, əsasən intuisiyadır. Aha, Zaman keçdikcə zaten insan daha da dərindən öyrənə bilir. Yəni bəli. ehtiyac olduğu zaman daha dərindən öyrənə bilir, amma ilkin başlamaq üçün qəti şəkildə buna belə böyük bir riyaziyyata ehtiyac yoxdur. Hı hı, hı hı. Bəs eləyir. Həmçinin məsələn Amerikada bir sıra işlər var ki, onlara həqiqətən də doktorantura, magistratura dərəcəsi tələb olunur. Bəli. Məsələn, TikTokda işləmək üçün, ən belə güclü süni intellekt modellərini yazmaq üçün, OpenAI-da işləmək üçün və s. Meta-da işləmək üçün bunlarda doktorantura lazım olur. Amma Azərbaycanda işləmək üçün, yəni bir doktorantura dərəcəsinə, bir magistratura dərəcəsinə ehtiyac yoxdur ki, bir AI mühəndisi olsun adam. Mən onu qeyd edeyim ki, mən özüm şəxsən neft mühəndisliyi ixtisası üzrə təhsil almışam, amma hazırda süni intellekt üzrə çalışıram və bir sıra tanıdığım yoldaşlarım var ki, onlar da tamamilə fərqli ixtisaslardan gəlib və sadəcə bakalavr dərəcəsi ilə, bəziləri magistratura dərəcəsi ilə, amma tam da əlaqəli olmayan və keçid edə biliblər. Niyə görə keçid edə biliblər? Çünki ixtisas onsuz da təzədir. Bu universitetdə ixtisas tədris olunmur. O, Təbii. yəni yeniliklə başlanılıb, amma onun hələ qraduatları tam yoxdur. Olanlar belə bazarı kifayət qədər doldurmuyub. Yetəri qədər yaxşı universitetdə ümumiyyətlə bunu tədris verən varmı? Çünki sahə o qədər sürətli inkişaf edir ki, universitet onu öyrədib qurtarana kimi artıq bir cür köhnəlir həmin orada keçirilən biliklər və yeni iş yerləri, yeni potensiallar açılır. Və bu baxımdan da yenə deyirəm, portfolio çox vacibdir. Portfolio dediyimiz də nədir? Məsələn, xüsusi bu gün tələbatda olan sahələr haqqında, sahələr üzrə proyektlər düzəltmək. Təbii.
Baxır hansı sahədə istəyirik. Bankda istəyiriksə bankingə aid portfolio layihələri lazımdır. Sırf chatbotlarla istəyiriksə ki, bu chatbotlar Azərbaycanda bu dəqiqə çox geniş yayılıb, Bəli. təbliğatı. Ona uyğun layihələr lazımdır və praktikası yəni daha çox layihə düzəldib praktik etmək. Mən çox üzr istəyirəm Elnur. Deməli biz zaten strukturda ona yer ayırmışıq. Yəni proyektlər, hansı proyektlər olmalıdır, onu bir neçə slayd sonra biz göstərəcəyik. Yəni düşünürəm ki, onda da biraz geniş vaxt ayırarıq və yoldaşlar üçün də tam aydın olar ki, hansı proyektlərə vaxt ayırmaq lazımdır. Mən görürəm ki, burada o sizin qeyd etdiyiniz kimi belə deyək, məsələlərə diqqət yetirsək, burada bir şey də qeyd olunub. Məsələn, AI bütün işləri tam əvəz edəcək. Yəni miflər haqqında danışırıq da. Bunun haqqında mən düşünürəm ki, peşəkar olaraq cavab versəz bu məsələyə çox daha yerində olmuş olar. Tamamdır. Sizcə Demək, belədirmi? ilk öncə belə bir maraqlı məlumat deyim ki, mən özüm İngiliscə AI Godfather deyirlər. Yəni AI-ın süni intellektin ataları kimi olan sayılan şəxslərdən özləri belə iki yerə bölünüb. Bir qismi deyir ki, AI çox təhlükəlidir, dəhşət bütün işləri alacaq əlimizdən və s. İkinci tərəf isə deyir ki, yəni qətiyyən belə bir şey yoxdur. AGI dediyimiz, yəni çox ağıllı AI-lar, özünü inkişaf elətdirən AI-lar hələ ki əldə oluna biləcək bir şey deyil. Hı hı. Amma bizə nə lazımdır? Biz özümüz də statistika, data və s. sahəsində çalışdığımız üçün gəlin dataya baxaq. Ən önəmlisi budur. Tabii. Artıq ilkin ChatGPT-nin və s. elmlərinin işlənməsindən illər ötür. İlk vaxtlarda şirkətlər belə deyim, xüsusilə xaricdə böyük investisiya alıb işçilər aldılar. Sonra həmin işçiləri biraz layoff getdi. Amma ümumi məntiq olaraq odur ki, software engineerlərə və AI mühəndislərə tələbat bu gün artışdadır. 100%. Yəni azalmalar da bəzən AI-ın üstə bəhanə eləyib atırlar, hansı ki, böyük şirkətlər layoff eləyir. Amma başqa səbəblərdən qaynaqlanır. Hazırda AI yeni növ işlər yaradır, tələbat bunu artır. İstəsəniz özünüz də böyük job boardlara, yəni iş səhifələrinə baxa bilərsiniz. Və yeni növ işin yaranması bir cür onu gətirir ki, bu sahədə təcrübəli adam azdır. Beləliklə bazar bir cür açıqdır Hı və hı. öyrənib bu sahəyə giriş etmək daha rahatdır. Hı hı. Çox detallı oldu. Çox sağ olun məlumat üçün. Keçək növbəti mifə, hansı ki, biz də tez-tez eşidirik ki, yəni çox bahalı GPU, server avadanlığı lazımdır və s. və ilaxır. Hətta Elnur bir şey qeyd edeyim. Xüsusilə təlimlərə başlayanda, təlimlərlə bağlı müxtəlif məsləhətlər istəyəndə elə notebookdan belə deyək də başlayır bu məsələ və notebookla bağlı da müxtəlif suallar gəlir ki, mən 7000 manatlıq bir notebook mu almalıyam? Bu işlərə başlamaq üçün mən data analitika yönümdən danışıram. Bəzən yəni mən də onlara müxtəlif, yəni təbii ki, bir rəy bildirirəm də bu məsələlərə öz sahəmlə əlaqədar. Deyirəm ki, ehtiyac yoxdur, müəyyən parametrlər olsa kifayətdir. Sadəcə olaraq RAM-ı belə olsun və ya digər parametrləri belə olsun ki, bu işləri biz görə bilək. Siz necə düşünürsünüz? Bu mifi necə biz aradan qaldıraq? Yəni tamamilə düzdür. Həqiqətən mən özümdən misal verə bilərəm. Artıq 2 ilə yaxındır ki və daha çox. Halbuki bu sahədə işləməyimə baxmayaraq MacBook işlədirəm, M1 Air-dir və işlənmiş almışdım. Bayağı köhnədir. Yəni mən alanda belə artıq xeyli işlənmiş idi və tamamilə işimi görür. Qəti şəkildə cəmi 800 manatlıq, indi bəlkə 600 manata da tapmaq olar işlənmişin. Tamamilə işi görür. Hətta daha ucuz notebooklar da tapmaq olar və əsas lazımdır ki, ümumi kodu run eləyə bilsin. Yəni kompüter hər addımda donmasa gündəlik istifadədə bu bəs eləyir. Və ağır tələbat gərəkdirən bəzi sahələr var ki, nadir hallarda lazım olur, xüsusilə computer vision və s. sahələrdə. Onda da Google kimi şirkətlər, məsələn Google Colab deyə bir platforma var. Orada GPU-ları pulsuz şəkildə verirlər Hı hı. və gündəlik ondan istifadə etmək olur. Asanlıqla sanki bir veb sayta qoşulub YouTube izləyə bilirsinizsə, eyni şəkildə bunu rahat şəkildə istifadə edə bilirsiniz. Beləliklə çox bahalı GPU ehtiyac yoxdur. Hə, bəlkə kimsə artıq iş tapıb və gündəlik şəkildə hamı da yox ha, bəzi mühəndislər çox ağır
bir iş görür, onda yalnızca bu bahalı GPU-ya 7 manatlıq kompüterə ehtiyac ola bilər. Aha. Gündəlik yox. Aydındır, aydındır. Çox sağ olun məlumata görə. Təbii ki, dostlar, bir şey də qeyd edeyim ki, e, bir çox mif ola bilər, yəni bu sahə ilə bağlı. İndi biz əsas belə deyək 4 dənəsini toplamışıq bura. Amma gördüyünüz kimi ən populyar olanlardır bunlar, ən məşhur olanlar və çox suallar verilənlər. Və düşünürəm ki, Elnur, çox sağ olun, Buyurun, buyurun. Xoş aydınlatdınız belə deyim bu mövzuda. E, Növbəti səhifəyə keçə bilərik. Növbəti səhifə bu sahənin real bir növ gündəlik həqiqətləri biz belə adlandırmışıq. Ə, Elnur görünür də düzdür? Bəli, bəli, ekran görünür. Arasındadır. Aha. Zəhmət olmasa bunun haqqında məlumat verərdiniz. Biz tam olaraq bizim üçün Evet. aydın olsun. Məsələn, ən birinci burada qeyd elədiyimiz, bəzən elə gəlir ki, adama yeni öyrənənlərdə süni intellekt modeli, hər gün modeli düzəldirik, hər gün yeni bir möhtəşəm model çıxır ortaya. Xeyr. Bəli. Çox böyük bir qismi, hətta sizin işinizdə belə istəyir data analitiklər üçün olsun, data scientistlər üçün olsun, hamı üçün iş datadan keçir. Evet. Data və onun təmizlənməsi və bir yerə yığılması və baqların, problemlərin, xətaların düzəldilməsi. Ona görə də orada qeyd elədiyimiz kimi data quality hər şeydir. Və işin tələbatından asılı olaraq bu biraz repetitiv işdir və təcrübə ilə artır insanda yaxşılaşır və bunu öyrənmək həqiqətən də o qədər çətin deyil, asandır. Amma reallıq yəni budur ki, hər gün model treyn olunmur və bu qədər həyəcanlı olmur. İşin biraz belə deyim, repetitiv yanı da var, təkrarlanan yanı da var. Amma burada o demək deyil ki, bütün işləri hamı özü görür. Xeyr, komanda işi vacibdir və komanda işi də əslində onu gətirir ki, həmin bunu işi görəcək şəxs, süni intellektlə işləyən şəxs, yeri gələndə backend mühəndisi ilə də bir yerdə işləyə bilər, yeri gələndə DevOps mühəndisləri ilə bir yerdə işləyə bilər və müəyyən sahədən oradan da biliklər öyrənəcək özü üçün, artıracaq bir cür. Aha, çox maraqlıdır Ömür. Mən birinci belə deyək, o data işi ilə bağlı onu demək istəyirəm ki, eynən sizin fikrinizlə tam razıyam. Çünki bu sahəyə data analitika və digər, yəni bununla bağlı sahələrə başlayan yoldaşlarda da bununla bağlı bir suallar olur ki, görəsən biz öyrənəndən sonra nə işlər görəcəyik? Amma yoldaşlar inanın ki, çünki mən bilirəm qoşulanlar arasında data analitik və bu sahəyə yeni başlayanlar və maraq göstərənlər də var. Ona görə mən bunu deyirəm ki, inanın ki, işin çox hissəsi data cleaning ilə bağlıdır. Transformasiya, data hazırlanması, datanın lazımi şəklə gətirilməsi, analitika və reporting sonra gəlir. Çünki təmiz data olmasa biz özümüz də yəni analiz edə bilmirik, müxtəlif işlər görə bilmirik. Eyni mənim gördüyüm AI engineeringdə də bu sahədə də işin böyük hissəsi datanın keyfiyyətindən keçir və bu olmasa demək olar ki, qeyri-mümkündür Yəni real işləri görmək. Bəli. sistem. Real işimdən mən misal verə bilərəm ki, aylarla data toplayırıq Bəli. və modeli qurmaq sadəcə bir neçə gün çəkir. Amma problemli data olanda bütün hər şeyi körüyür və Görürük. yenidən gedib o datanın üstündə təmizləmək, düzəltmək lazım olur. Aha. Maraqlıdır. Mənim üçün açığı deyim, təcrübli olmadı. Çünki bu sahədə bizim sahədə, yəni analitika sahəsində də belə olduğuna görə çox da təcrübələnmədim açığı. Maraqlıdır. Digər tərəfdən öyrənmə heç vaxt bitmir deyə qeyd olunub burada. Zəhmət olmasa bunun haqqında da biraz məlumat verin, amma iştirakçıları qorxutmadan. Belə deyim, fundamentallar dəyişmir. Bəli. Sahənin fundamentalları demək olar ki, eynidir. Çünki sahədə ingiliscə breakthrough dediyimiz bəzi dəyişikliklər olur ki, onlar birdən-birə bir belə deyim də kəşf məsələn çox sürətli şəkildə hər şeyi dəyişdirir. Məsələn, LLM-ləri bizim həyatımıza girməyi, LLM-lər illərlə də var idi. Amma Elnur, çox üzr istəyirəm, bölürəm. LLM-i də biraz açsaq yaxşı olar. Düşünürəm əlbəttə ki, yoldaşları maraqlı olar. gündəlik ChatGPT falan, Aha, ChatGPT olsun, Google'un Gemini olsun, Cloud modeli var. Bunlar LLM-dir. Yəni ingiliscədən açılışı Large Language Model, yəni böyük dil modelləri olaraq hesab olunurlar. aha, Yəni bunlar həyatımıza girib artıq. Az qala bəli, hamımızın həyatının bir parçasıdır. aha, Və bəli.
Bu da süni intellektin əslində bir sahəsidir də. Sırf NLP, Natural Language Processing dediyimiz gündəlik danışıq modelləri və yaxud multimodal modellər. Kimsə istəyir ki, öz şəklinin yanında bir tort qoysun, şəklindən kimisə pozsun, atır şəklini GPT-yə deyir ki, buradan bunu yığışdır, buradan bunu dəyişdir, məni bura qoy və s. belə şəklini düzəlt. Bunlar hamısı bu sahəyə daxildir. Amma yenə deyirəm, fundamentallar dəyişmir və onları öyrənmək ən vacibidir. Amma daimi şəkildə yenə də yeniliklərdən xəbərdar olmaq, təzə bir şey gələndə onu da öyrənmək, yeni bir framework olanda, yeni bir model olanda onu öyrənmək lazım olur. Amma o qədər də çətin olmur. Çünki siz fundamentalları biləndən sonra sadəcə onun üzərinə bir şeyləri yığırlar. Aha, Hı hı. maraqlıdır, olduqca maraqlıdır. Mən yoldaşlar qoşulur, onları admit edirəm Problem yoxdur. dayanmadan. Mən İnteqrasiya treyninq ilə davam edə bilərik deyə düşünürəm. elə bilək. Hə, bir də Buyurun. o da bir əkinə aid deyim. Yəni Bəli. öz işimin ən sevdiyim cəhətlərindən biri onsuz da odur ki, daimi yeniliyi var. Yəni Hı bir hı. gün o bir gün demək olar ki, iş eyni deyil də. Daimi yeni bir sahədir və həqiqətən araşdırma üzərinə, yoxlayıb yaxşı nəticə almaq üzərinə quruludur. Bir dənə data hissəsi o dediyim o ayrı, amma bir model qurmaq və s. bunlar həqiqətən də hər gün yeni bir şey çıxır, yeni bir şey öyrənir adam. O ki qaldı inteqrasiya ilə treyninq məsələsinə. O da yenə eyni şey keçərlidir. Məsələn, orada qeyd eləmişik ki, real layihələrin Aha, 70%-dən çoxu sıfırdan model qurulmur, aha, amma mövcud model sistemə inteqrasiya edilir. Buna aha, necə misal verilə bilər? Fərz eləyin ki, bir də belə bir zavod var və həmin zavodda zavodun sahibləri və yaxud HSE biraz sətəm istəyir ki, kimlər kaska taxmayıb, kimlər gözlük taxmayıb, onlardan xəbərdar olsun. Onları bir cür xəbərdarlıq verək ki, onlar taxsınlar məsələn kaskasını. İnternetdə bununla bağlı modellər həqiqətən də doludur. Çoxlu model var. Bizə lazım deyil ki, sıfırdan yeni bir model quraq. Bax, amma bir çox Azərbaycanda olan zavodun fərz eləyin ki, hər biri bunu implement eləmək istəsə, onu işlətmək istəsə, əsas məsələ burada inteqrasiyaya gələcək. Bir şəxs götürüb həmin modeli bizim reallığımıza uyğunlaşdırsın və həmin reallıqda uyğunlaşdırdığı modeli də inteqrasiya eləsin, artıq şirkət rahat şəkildə bunu istifadə edə bilsin. Buna aha. görə inteqrasiya daha vacibdir. Yəni daha çox tələb olunanda hətta belə deyim. Aha, çox maraqlıdır. Ümumiyyətlə, Elnur, təcrübənizdə olubmu elə bir iş ki, yəni özəl sektorda və ya buna bənzər? Təbii ki, olub. Məncə, xüsusilə o kameralardan istifadə olunur da, düzdür, görüntü Bəli, üzərindən. mənim işim də kameralardandır və Machine learning-dir də, düzdür, əslində machine learning bəli, üzərində. machine learning də belədir. Hətta belə deyim, hazırda banking appləri var. Yəni ABB-yə məsələn kapitala istənilən proqrama girəndə orada operatorları yığışdırıb əsas işini yerinə chatbotla danışmaq olur. Və Bəli. chatbotları heç kim sıfırdan qurmur. Xarici işlədilən chatbotları alırıq. Özümüz üçün Azərbaycana uyğun olan bir datanı yığırıq və tərtib eləyirik bir cür. Daha da yaxşılaşdırıb inteqrasiya eləyirik. Və ən Aha. vacib daha budur. Aha, aydındır, aydındır. Çox sağ olun detallı məlumat üçün. Təbii ki, yoldaşlarda suallar yaranır. Əzizlər, bir şey qeyd edeyim ki, sual-cavab üçün biz ayrıca vaxt deməli ayırmışıq. Vebinarın sonlarında biz sual-cavab üçün ayıracağıq və ya istəsəz indidən rəylərə yaza bilərsiniz ki, sonra yadınızdan çıxmasın və ya özünüzdə qeyd eləyin, ən sonda verərsiniz və biz o sualları belə deyək, Elnur cavablandıracaq. Və problem anlayışı birinci addımdır deyə biz qeyd eləmişik. Onu da zəhmət olmasa e, biraz açıqlama verəriz onunla bağlı. Demək, burada bir dənə problem anlayışı birinci addımdır deyəndə, əsas məsələ burada budur ki, bəzən modellər məsələn var da, çoxlu modellər var. Fərz eləyin ki, bir dənə həmin o kaska məsələsindən misal vereyim və yaxud biz parkinqə girəndə yeni parkinqlərdə bilmirəm fikir vermisiniz yoxsa yox. Qayıdıb çıxanda avtomatik maşının nömrəsini oxuyub açır. Yəni Bəli. orada adam oturmur da, bir sistem var, qurulub və burada ən yaxşı model görəsən hansıdır deyib başlamaqdansa, birinci hansı problemi həll elədiyimizi düşünmək daha yaxşıdır. Və hansı problem deyəndə, məsələn, birinci bu məsələdə nömrəni tapmaq lazımdır. Çünki kompüter nömrənin yerini tapmalıdır. Yerini tapandan sonra
orada oxuya bilməlidir. Orada yazıları oxuyub, sonra sistemdə databazadan çəkib, qarşılaşdırıb qapını aça bilməlidir. Bunlar hamısı addım-addım gedir. Yəni e, ona görə problem anlayışı birinci addımdır ki, biz artıq başa düşüb beynimizdə bu sistemi qura bilək. Ondan sonra qərar verə bilərik ki, hə, məsələn, nömrəni oxumaq üçün ən yaxşı model hansıdır? Nömrəni tapmaq üçün ən yaxşı model hansıdır? Bu ikinci addımdır. Aha, aha. Aydındır. Aydındır. Çox sağ olun detallı məlumat üçün. Ə, Düşünürəm ki, yoldaşlarda da, elə mənim özümdə də bu sahə ilə bağlı artıq müəyyən fikirlər yəni, formalaşır. Və istənilən sahədə, Elnur, siz də yəqin ki, təsdiqlərsiniz, ilk başda insanlar öyrənməyə başlayan, yeni başlayan insanlarda həmişə bir boşluq yaranır. Xüsusilə bu yol xəritəsi ilə, roadmap-la bağlı. Və mənim özümə də bu sahəyə yeni başlayanlar çoxlu sayda müraciətlər yəni ediblər. Vaxtında da hələ də davam edir ki, hardan başlayaq? Bu haradan başlamalı sualıdır da bir növ. İstənilən sahəyə dediyim kimi istər idmana get, istər texniki sahələrə get, istər hər bir sahə başlayanda insanda o sual yaranır və başlayır araşdırmağa və bəzən insanlar o qədər yorulur bundan. Roadmap-i formalaşdırmaq əvvəllər ümumiyyətlə çox çətin idi. Mən onu deyim. Yəni indi AI var. AI məsəl üçün ChatGPT olsun, Gemini olsun və ya Copilot olsun, sənə müəyyən roadmap-lər qura bilir. İndinin özündə bir sual verək, o bizə sahə ilə bağlı müəyyən roadmap quracaq. Biraz da üstünə getsək, Azərbaycan reallığını, Azərbaycan bazarını salsaq işin içinə, müxtəlif öz vəziyyətimizi, öz vaxtımızı, maddi imkanlarımızı işin içinə salanda bizə detallı bir roadmaplər qura bilir. Ona görə düşünürəm ki, biz roadmap haqqında danışsaq, yəni bir AI injinerin yol xəritəsi necə olmalıdır? Ona bir vaxt ayırsaq, düşünürəm ki, yoldaşlar üçün çox faydalı olar. Buyurun. Çox qəşəng. Təşəkkür edirəm ilk öncə sual üçün. Ümumiyyətlə birinci bu başlamazdan qabaq deyim ki, AI sahəsinə yaxın sahələr də var. Məsələn, data science var, data Evet. engineering var, data analysis və s. Və süni intellekt də bunlardan yəni biridir. Və e, bəzi hissələri həqiqətən də kəsişir. Yəni bunu öyrənəndə, belə deyim, AI-ı öyrənəndə əslində keçid eləməkdə digər sahəyə daha rahatdır. Aha, Amma heç başlamamaqdansa evet. mütləq bir struktur ilə başlamaq çox daha yaxşıdır və mütləq Python lazımdır. Mütləq. Hı hı. Ona görə Pythonun foundationlarından başlamaq lazımdır. Buna ayrı ola bilər Python proqramlaşdırma dilinin özü, OOP lazım ola bilər, obyekt yönümlü proqramlaşdırmanı öyrənmək, NumPy, Pandas kimi kitabxanaları öyrənmək ki, bunlar tabular data ilə, yəni cədvəl şəklində olan data ilə işləmək üçün çox lazımlıdır. Bu data analitikada da istifadə olunur Bəli, ümumiyyətlə. mütləq. Elə Bəli, bax, bəli, bu geniş. ikisi IDE ilə, məsələn, 1-2 data analitikada da istifadə olunur, data science-da da istifadə olunur, AI engineering-də də istifadə olunur. Çünki bunlar fundamentallardır. Bayaq da onu dedim ki, fundamentallar dəyişmir adətən. Sadəcə onun üzərinə qoyulur ki, əlavə bir şeylər öyrənib bir cür ixtisaslaşırıq. Biraz dərinləşirik. İkinci mərhələdə analiz eləmə qabiliyyəti, belə deyim də. Burada EDA olaraq qəbul etmişəm, Exploratory Data Analysis deyə. Yəni datanın öyrənilməsi. Datanı istəyir şəkli haldadırsa təmizləmək olsun, onu bir yerə yığıb gətirmək olsun, düzgün hala gətirmək olsun. Onu analiz eləmək, qraflarla, intuisiya ilə başa düşmək, bunlar hamısı öyrənilməlidir. Və bura kimi öyrənib hətta data analist olmaq olar, yəni sonrakı mərhələləri keçid edib. Amma süni intellektinə bu lazımdır. Növbəti mərhələdə machine learning lazımdır. Buna regression, classification modelləri bunların nə olduğunu yəni dərinə girmək olar, amma bir cür belə deyə bilərəm ki, təxmin eləmək üçün modellər bir şeyi təxmin edir. Süni intellekt deyəndə əslində bunu nəzərdə tuturuq. Bir robot belə işləyəndə Hı hı. əslində o növbəti hansı addım atacağını təxmin edir. Məsələn, bir özü gedən maşın olsun, təxmin eləməyə çalışır ki, mən növbəti sağa mı dönməliyəm, düz getməliyəm, hansı sürətlə getməliyəm və s. İnsanlar da əslində bunu eləyir bir cür. Hı Və machine learning öyrənmək lazımdır. Bu hissəsinə kimi də data science-la eynidir əslində. Yəni buranı öyrənmək olar. Hə, AI-ın biraz da dərinliyinə girmək üçün artıq bizə lazım olur deep learning, dərin öyrənmə modelləri və mən özüm computer vision məsələn ixtisasında ixtisaslaşmışam bu sahədə.
Yəni kameralarla işləmək, görüntü ilə işləmək. Buna görə computer vision məsələn öyrənmişəm. Amma burada ixtisaslaşmaq mümkündür. Məsələn, chatbotlarla işləmək üçün daha çox NLP sahəsinə yönəlmək olar. Amma paralel ikisini də bilmək mümkündür. Təbii ki, buna qəti söz yox. Və daha da önəmlisi, ən vacibi, indi burada webinara qoşulanlar ehtimal ki, gələcəkdə bunu iş tapmaq məqsədi ilə eləyir və iş tapmaq üçün mütləq və mütləq və mütləq portfolio proyektləri lazımdır. Heç olmasa 3 dənə layihə lazımdır ki, eləsinlər, GitHub-a qoysunlar hamı və harasa CV göndərəndə artıq həmin CV-də də olsun o və girib də bir nəfər baxa bilsin ki, bu əvvəl adam nə iş görüb? Biri var yazır, biri var kodla görür. Artıq bu praktiki nəticədir. Və yeri gələndə mock intervyulara da girmək lazımdır. Sınaq intervyularına girmək lazımdır. Çünki bilmək ayrı şeydir və amma bildiyini bir cür ingiliscə recall deyirlər buna. Bildiyini dilinə gətirib danışa bilmək qabiliyyəti də ayrı şeydir. Buna da praktika tələb olunur. Ona görə mock intervyulara da girmək lazımdır ki, İlk 4 mərhələdə öyrəndiyimiz bütün biliklər sonda cəmləşib bizə fayda verə bilsin. Çünki iş tapıla bilməsə, 5-ci mərhələni eləməsək, ilk 4-ü biraz mənasız olur. Təbii, təbii, Elnur. Bir məsələni də qeyd edeyim. Bizim sahədə də, data analitika sahəsində, yəni reporting sahəsində də bu çox vacib bir məsələdir. Portfolionun formalaşdırılması. Xüsusilə də son dövrlər data analitika çox yüksək trenddədir də, ümumiyyətlə son illərdə. Bir vakansiyaya bəzən 250-300 müraciət olur. Təsəvvür edin. Və burada sizi fərqləndirən mütləq şəkildə sizin portfolyonuzdur. Yəni mən filan kursu bitirmişəm, o deyil də, yəni o keçmir həqiqətən. Bəlkə də bir 5 il bundan öncə keçə bilərdi. Sizi belə deyək, onda vakansiyalar daha az idi, namizədlər daha az idi, amma namizədlər artdıqca və bu sahəyə maraq genişləndikcə istənilən sahədə belədir, sizi digərlərinə fərqləndirir. Sizi digərlərinə fərqləndirən əsas məsələ də portfolyonun olmasıdır. Misal üçün GitHub-da bizim bir neçə proyektimiz ola bilər və ya digər hansısa bir platformada. Eynən mənim də verdiyim məsləhətlərdən budur ki, CV-nizə qeyd edə bilərsiniz, linklə verə bilərsiniz. Müraciət elədiniz, ən azından o 100 nəfər ki müraciət edəcək, 50 nəfər ki müraciət edəcək, onun içindən filtrlənəndə sizin də CV-niz filtrlənməlidir və bunun da əsas yollarından biri portfolyodur. Sözsüz ki, sonra bəlkə də sizdən texniki olaraq da soruşacaqlar, amma o proyekti siz hazırlamısınızsa, böyük ölçüdə onu cavab verə biləcəksiniz və həmin intervyudan uğurlu keçmək şansınız çox-çox artacaq. Buna görə də olduqca vacibdir və mən Yəni, növbəti bəli. etməmiş bunu da deyim. Əslində o portfolio layihələrinin olmağı intervyuya gedəndə də çox fayda verir. Məsələn, bir insan əvvəldən bu iş təcrübəsi yoxdursa, yəni başqa bir yerdə işləməyibsə, intervyuya gedəndə danışmaq üçün demək olmur ki, mən kursa getdim, bitdi. Çünki artıq orada nə öyrəndin deyə soruşulmur. Nə eləmisən deyə soruşulur. Və Aha. həmin nə eləmisən sualına həmin o portfolio layihələri ilə cavab verir ki, bax, mən bunu düzəltmişəm. Artıq bunu düzəldəndə artıq içinə girirlər ki, nə eləmisən, nə işlədimsən, hansı texnologiyalardan istifadə eləmisən, orada detallara girilir. Tabii. Elnur, bir şey qeyd etmək istəyirəm. Chatda suallar yazan yoldaşlar var. Dostlar, biz az qalıb onsuz slaydlara struktur yekunlaşır, təqdimatımız yekunlaşır. Ondan sonra suallara çox rahat şəkildə cavab verəcəyik. Heç narahat olmayın. Portfolyodan danışmışkən biz təqdimatda təbii ki, sizin tərəfinizdən də belə deyək, 3 proyekt əlavə olunub, hansı ki, minimum belə deyək də sizi fərqləndirəcək 3 proyekt qeyd olunub burada. Zəhmət olmasa qısa da olsa onlar haqqında da məlumat verin, yoldaşlarda bir təsəvvür formalaşsın. Belə deyim, mən məsələn, xüsusilə 3 cür layihədən gedir söhbət. Burada mən elə bir paylamışam ki, bu dəqiqə Azərbaycanda lazım olan ən əsas sahələrdən hər birindən olsun. Bəli. Amma xüsusilə insan özü getmək istədiyinə bu sahəni çoxalda bilər. Məsələn, birincisi bankda işlədilən ən çox sahələrdən biri, bankda AI deyəndə adamın ağlına ən birinci tabular data ilə işləmək gəlir. Bir data science, machine learning gəlir və bunun üçün bizdə Pandasdan, Scikit-learn'dən, Flask'dan və s. istifadə edərək tam bir ML pipeline qurulmağından gedir söhbət. Tabular datanı alırıq, oxuyuruq, təmizləyirik, təmizləyəndən sonra qraflarını çıxarırıq, analiz edirik və bir model qururuq sonda və bu end-to-end, yəni başdan sona bir ML pipeline qurulmuş olur.
Bu ilk Mən üzr istəyirəm, Elnur, ha? çox üzr istəyirəm. O model ki quruldu, Ha? banka müraciət edən necə istifadə edir ondan? Onu da qısa izah eləyək. Yəni chatbot şəklində yoxsa necə? Siz sual Hə, verirsiniz, o cavab yox, verir. Bunun... problem yoxdur. Demək, burada end-to-end deyəndə adətən məsələn banklarda ən çox istifadə olunan modellərdən biri kreditin məsələn qarşıdakı şəxsə nə qədər maksimum verilə biləcəyi təxmin eləməkdir. Və bu cür datalar internetdə var. Başdan sona alıb həmin tip dataları təmizləmək, düzəltmək. Sonda da model təxmin eləyir ki, bu adama nə qədər kredit vermək olar və artıq biz banka gedəndə, mən misal üçün deyirəm, bankdakı işçilər baxır ki, hə, biz bu modeli düzəldirik onsuz da. Bu adamın da buna bənzər bir təcrübəsi var. Deməli işimizə uyğundur. Aha, və ya risklə bağlı, düzdür, risk Risk dəyərləndirilməsi. ola bilər, bəli. Aha, Zaten risklə çox idarə. yaxın bir sahədir. Bəli. Aha, çox sağ olun. Çox sağ olun. Onu soruşurdum. Sonra növbətimizdə computer vision gəlir. Mən özüm Computer Vision-da əsas işlədiyimə görə Computer Vision-dan da misal yazmışam. Azərbaycanda artıq bu sahədə çalışan şirkətlər var və get-gedə də sürətlə artır. Çünki Computer Vision-ın potensialı baya böyükdür və Azərbaycanda demək olar ki, bu sahəni yaxşı bilən çox az var adam. Aha, Və computer vision sistemlərinə aid bir model qurmaq lazımdır. Bayaq dediyim məsələn parkinqlərdə işlədilən nömrə recognition bu bir misaldır. Məsələn Qubaya gedəndə pullu yolda yeni radarlar quraşdırılıb. Artıq məsələn sistemlər ani sürəti yox, iki radar arasındakı məsələn sürəti təxmin eləyəcək. Bununla bərabər eyni zamanda avtomatik şəkildə nömrənin kəsilməsi, görülməsi var. Bundan əlavə olaraq başqa şirkətlərdə kamera ilə çoxlu şeylər işlədilə bilər. Bəzilərinə girə bilmirəm. Nəzarət ola bilər, oğurluq hadisələrinin qarşısını almaq üçün ola bilər. Məsələn, hazırda günümüzdə aktual olan layihələrdən biri odur ki, bir çox insan evinə kamera quraşdırır. Əvvəllər bu çox geniş deyildi. Artıq hamı kamera quraşdırır ki, bəli. təhlükəsizlik olsun. Amma kamera orada var. Amma gəlib məsələn oğurluq olandan sonra o kameranın orada olmağı çox da bir şey dəyişmir. Hı hı. Həmin o kameranı qoyan adamı lazımdır ki, oğurluq olduğu anda, hər hansısa bir problem olduğu anda xəbər verilsin. Və bunun üçün də computer vision modellərinə ehtiyac var və Aha. bu cür layihələr qurmaq olar. Kimisə görəndə avtomatik xəbər versin, şübhəli hadisə olanda avtomatik xəbər versin. Və bir dənə də ki, hazırda ən belə deyim də aktual mövzulardan biri olan ChatGPT və sairə kimi modelləri qeyd elədim. Onlardan istifadə edərək hər hansısa bir model qurulmağı. Məsələn, Azərbaycanca bu dəqiqə səs danışıq modellərinin qurulmağı çox aktualdır və çox irəli gedən bir Hı layihədir. hı. Chatbotlar hazırda yetəri bir bəlirli bir səviyyəyə gəlib, amma yaxşılaşdırıla bilər hələ də. Yəni üzərində çox iş gedir. Bu sistem call centerlara tətbiq olunur da O, bəli, səhv. bəli. Düzdür? Call centerlərdə artıq mən bir neçə şirkəti görmüşəm Agentlər. hal-hazırda. Birbaşa zəng üzərindən e, bir cür operatorla yox, AI ilə danışmaq AI mümkündür. agentlə danışırsan, düzdür? Bəli, Ha, bu bəli. artıq populyarlaşır və getdikcə yəqin ki, bütün call centerlar keçəcək buna. Bəli və həqiqətən çox lukrativ biznesdir. Yəni bir şirkət elədi, bitdi deyil. Aha. Bunu 100% çox şirkət qoşulacaq və bu cür sahəyə tələbat artacaq ki, daha da yaxşılaşsın. Elnur, üzr istəyirəm, burada həm xidmət səviyyəsini qaldırırlar, həm kostu azaldırlar, düzdür? Yəni mən belə başa düşürəm də. Həm deməli kost azalır, həm deməli o proses sürətlənir. İndi biz call center-a yığırıq, tutaq ki, hər hansısa bir şeyi soruşuruq, o bizi xəttə gözlədir, oradan kiməsə zəng vurur, kimsə baxır, nə edir, amma database-dən sorğulama əsasında o mümkündür də, düzdür? Bizə avtomatik cavab versin və ə, Burada deməli bəli. əsas məsələlərdən biri datadır. Hazırda yəni bax mən özüm gündəlik Gemini-də olsun, GPT olsun, Cloud gündəlik istifadə edirəm. Amma Azərbaycanca yazışanda adam görür ki, o qədər də yaxşı cavab vermirlər. Çünki hamısı gəlib əvvəl-axır dataya bağlanır və Bəli. internetdə Azərbaycan dilində olan data çox azdır. Çünki Hı, onlar bu veb saytlardan bir cür yığırlar da informasiyanı, datanı bəli. və hal-hazırda özümüz görürük ki, gündə bir daha yaxşı model çıxır. Və Azərbaycanca olan modellərin inkişaf potensialı çox daha böyükdür. Çünki bir GPT kimi model ingiliscə çox daha yaxşı cavab verir, nəinki Azərbaycan dilində. Hı, Və
Evet. Azərbaycanda olan şirkətlərin bir çoxunun şansı var ki, bu cür datalar yığılsın bir, datanı yığmaq özü böyük işdir və onun istifadəsi ilə daha yaxşı, yəni GPT-nin bacaracağından da yaxşı, Gemini-nin bacaracağından da yaxşı səs modelləri qurulsun, daha yaxşı chatbotlar qurulsun və daha yaxşı nəticələr versin. Aha, aha. Çok sağ Bu olun. arada çox üzr istəyirəm, bir Buyurun, dənəsini də buyurun. alım. Buyurun. Yəni bəzən kimsə xaricdə eləyiblə də bitmir. Çünki burada data təhlükəsizliyi məsələsi var. Aha, aha. Data təhlükəsizliyinə görə biz həmin məsələn informasiyaları GPT-yə verə bilmərik ki, GPT-ni qoşaq, arxada hamı GPT ilə danışsın. Yox. RAG sistemləri var ki, məsələn bankla bağlı bütün məlumatları ora öyrədilir və yaxud sistemin daxilində olur ki, məlumat sızması olmasın. Hı hı. Aydındır. Aydındır. Çox sağ olun məlumata görə. Və təbii ki, hər kəsi maraqlandıran, hər kəsi düşündürən məsələlərdən biri də AI-ın cari vəziyyəti və AI-ın bir növ sonrakı Trendlər illərdə olan, belə deyək, trendi nə olacaq? Slaydı görürsünüz, hal-hazırda keçmişik. əlbəttə görünür, görünür. Keçid görünür. Aha, lap yaxşı. Zəhmət olmasa bununla da bağlı bir məlumat verin, bir düşüncə formalaşsın. Belə deyim, burada frontier olanlar, yəni qabağa gedib ən əsas trendləri gətirənlər Amerika və Çin ölkələrindəki Hı e, araşdırmaçılardır. Digər ölkələr isə həmin ən yaxşı modelləri götürüb bir cür inteqrasiya eləməklə məşğuldur. Və burada bir neçə sahə var. Yəni, tək bunlar deyil təbii ki. Məsələn, bəyin biri görürəm burada qeyd bəli, edib. bəli. Hı hı. Ethics həqiqətən də çox vacib mövzudur və bu dəqiqə aktualdır. Datanın hardan yığılması, necə yığılması, amma biraz bir məsələ var ki, etik sözü orada gündəlik internetdə falan çox işlədirlər. Amma realda o qədər də etikadan biraz kənarda işlədilir. Çünki bir cür yarışma var. Hamı daha yaxşı modeli düzəltmək istəyir. Məsələn, bu yaxınlarda Cloud ən yaxşı model olduğu üçün bir neçə xəbər yayılmışdı ki, Çinlilər oturub cloudla bol-bol söhbət eləyirlər, sonra həmin dataları yığıb öz modellərini öyrədirlər. Bir cür etikadan kənardır və yaxud istəyir cloud olsun, GitHub-ın modelləri olsun, GPT olsun, hamısı e, məsələn GitHub-dan bütün kodları yığıb öyrətmişdi. Və Hı yaxud video modelləri, şəkil modelləri heç kimin icazəsi olmadan internetdən bütün şəkilləri götürüb yığıb işlətmişdilər. Yəni hı. burada bir cür yarışma var. Sözdə etikadan söhbət getsə də, realda hələ ki o qədər də tətbiq olunmur. Amma əsas kod gedən bir cür qabaqda gedən nələrdir? Multimodal AI var. Hı hı. E, və məsələn Gemini şirkəti Gemini buna fokuslanır, multimodala fokuslanır. Məsələn, GPT də multimodala fokuslanır da video düzəldə bilir, bəzisi içində mahnı düzəldə bilir, şəkil düzəldə bilirlər. Amma hər birindən biraz işləyirlər. Amma məsələn Cloud modeli danışıqlı bir dəqiqə ən yaxşı modeldir. Amma o daha çox agentik tərəfə fokuslanıb və kursor kimi modellər də var idi. Bu da təzəlikcə OpenClaw məsələn buraxıldı. Open source-dur. Yəni açıq qaynaqlıdır. Burada avtomatlaşıb özü qərar verə bilən, idarə edən sistemlərdən gedir söhbət. Yaxınlarda bir neçə aylar əvvəl brauzerlər buraxılmışdı ki, məsələn, artıq siz Google Chrome-a gedib e, özünüzə bir tutaq ki, səyahət istəyirsinizsə, gedib sayta, həmin evi axtarın filan deyil. Hı Axtarışda birbaşa yazırsınız ki, get mənə bu ölkədə bu tarix üçün bir ev tut. Özü gedir həmin sayta, axtarır hansı günlər yaxşıdır. Sən soruşur ki, hansı məsələn, hansı ev istəyirsən, neçə ulduzlu olsun, hansı qiymət aralığında olsun və özü book eləyə bilir. Yəni hamısını eləyə bilir axıra kimi. Təbii ki, burada da kiber təhlükəsizliyi ilə bağlı bəzi məsələlər olduğu üçün hələ ki çox aktual. Yəni aktualdır, amma gündəlik tələbatda işlədilmir. hı. Yavaş-yavaş ora doğru inkişaf gedir. Edge AI məsələsi var. Məsələn, böyük ChatGPT kimi modellər çox böyük modellərdir və biz hər yerdə bu boyda modelləri işlədə bilmirik. Hı hı. Məsələn, mən öz telefonumda işlədirəm. Bu arada hamıya məsləhət görürəm, istəsə istifadə edə bilər. Google-un Edge Gallery deyə bir Play Store-da və App Store-da proqramı var. Və o bizə imkan verir ki, Google öz təzə buraxdığı Gemma 4 modelini öz telefonumuzun öz yaddaşında, öz RAM-ında, GPU-sunda işlədək. Və beləliklə bütün şəxsi məlumatlarınız bunun içində qalır, qırağa getmir. Hı hı. Və belə deyim də pul da vermirsiniz ki, həmin bunu işlədim.
Və ECR-də işlətmək çox vacibdir, çünki birbaşa bəzən cihazın içində çalışmalıdır model. Aktualdır. Və generativ AI mühəndisliyi də çox aktualdır. Nə kimi məlumatlar var məsələn? Fərz eləyin ki, bir adam götürür ChatGPT-ni işlətmək istəyir ki, öz şirkətində haqqında məlumat verməyə. Amma həmin ChatGPT bu şirkət haqqında məlumatları bilmir. RAG sistemləri qurulur hazırda böyük şirkətlər tərəfindən. Bu nədir? Böyük modellər LLM modelləri, məsələn dediyimiz cavab verməzdən əvvəl, məsələn, mən soruşuram ki, iş saat neçədə başlayır? Hər şirkətdə iş başqa vaxt başlayır. Amma sırf bu şirkət üçün neçədə başladığını bilmək üçün model gedir, RAG sistemi ilə, belə deyim də, Retrieval Augmented Generation dediyimiz, gedir bir cür databazasına baxır, qıraqda düzəldilmiş databazaya, baxır ki, burada iş neçədə başlayır və ona uyğun cavab verir. Yəni bir məlumata əsaslanaraq cavab verir. Burada AI governance deyəndə bunun içinə ethical AI, bayaq bəyin qeyd elədiyi ethical AI da daxildir, şəffaflıq da daxildir. Və bu məsələlər həqiqətən artıq xüsusilə Avropada, çünki Avropa sırf data məsələlərində həqiqətən ən qabaqda gedəndir. Yəni ən həqiqətən fikir verirlər bu məsələlərə. Bəzi yerlərdə hətta ChatGPT və sair istifadəsi ban olunmuşdur. Real time AI məsələsi var. Bir də ki, çünki bəzi sahələrdə, xüsusilə computer vision kimi sahədə sürətli nəticələr almaq çox vacibdir. Məsələn, bir maşın, bu dəqiqə Çin maşınları Azərbaycanda çox aktualdır və içində süni intellekt modelləri, xüsusilə computer vision modelləri var. Toqquşmazdan qabaq artıq maşın sürətli şəkildə görüb qərar verməlidir ki, qarşımda problematik obyekt var və mən tormozlamalıyam. Və tormozlama məsafəsini hesablamalıdır və s. Və yavaş işləsə modeli bir gündən sonra işləsə artıq dəyəndən sonra onu maşını qabaqda görməyin heç bir mənası yoxdur. Təbii. Hələ bu dəqiqə trendlədir yəni. Aha, çox sağ olun. Trendlərlə bağlı da məlumat verdiyinizə görə və biz gəlirik növbəti slayda. Düşünürəm ki, ə, aha, Orxan bəy qeyd edir, maraqlı Bəli. rəylər yazır Mən demək ki. görmüşəm model, bu da ki, yəni əslində yenə computer vision modelidir də. Aha, Görür ki, işin sürətinə yaxınlaşır və bildiriş verir ki, gözlə, yəni yandırıb söndürür işıqları. özü avtomatik. Bəli, özü avtomatik. Aha, əla. Ə, Demək, gəlirik hamını demək olar ən çox maraqlandıran suallar karyera imkanları ilə bağlıdır və biz növbəti slaydı buna həsr eləmişik. Hansı ki, ümumiyyətlə hansı vəzifələr var, Azərbaycan bazarının vəziyyəti, beynəlxalq bazarda vəziyyət necədir? Zəhmət olmasa bunun haqqında da məlumat verərdiniz. Bayaq dediyim, yəni sahələri kənara qoymaq şərti ilə data science, analizis, data engineer vəzifələri də, yəni bu dəqiqə aktualdır və bunlara yaxındır, amma sırf AI üzrə ML engineer məsələn vəzifələri çoxdur hazırda. Computer vision engineer vəzifəsi var, aktualdır. LLM NLP üzrə var, aktualdır. AI research assistant bu dəqiqə akademik sahədə, sırf akademik sahədə yenə çox aktualdır. Çünki böyük dövlətlər hamısı, böyük şirkətlər maliyyələşdirir professorları ki, daha da irəliləmə getsin və bu sahədə təhsil almaq istəyənlər, akademik sahədə irəliləmək istəyənlər, yəni çox rahat şəkildə araşdırma eləyə bilir və müəyyən qrantlar almaqla təbii ki. Və startapların çox olduğu ölkələrdə AI freelancerlara, kontraktorlara çox ehtiyac var. Çünki o qədər rahat deyil hər yerdə AI mühəndisini tapmaq və artıq dünya bazarına açırlar ki, sırf öz startaplarını qabağa apara bilsinlər. Azərbaycan bazarında da get-gedə bu sahəyə tələb artır, hardan bilirəm. Çünki prezident özü də yenilikcə, bilmirəm, hamı bilir ki, xüsusi fərmanlar imzaladı. Nazirliklərdə AI tətbiq olunmalıdır. Bütün sahələr, hətta digitallaşma var. Lap AI kənara qoysam belə, ölkəmizdə gedən digitallaşma ona gətirir ki, data çoxalır, yığılan data çoxalır və əvvəl-axır bunu kimsə emal eləməli olacaq. Əvvəl-axır emal eləməli olacaq deyə data scientistə də ehtiyac artacaq, analizə də ehtiyac artacaq, AI mühəndisinə də ehtiyac artacaq. Mən üzr istəyirəm, bunu bölmək istəyirəm. Elnur, çox düzgün vurğulayırsınız. Xüsusilə dövlət şirkətlərində ciddi şəkildə tapşırıqlar var bununla bağlı. İlk növbədə data infrastrukturlarının qurulması. Hı -hı. Yəni dövlət şirkətləri artıq başlayıblar buna data infrastrukturunu formalaşdırmağa. Sözsüz cloud olmur orada, cloud hissəsi yoxdur. Lokal serverlərdə lazımi səviyyədə infrastrukturlar qurulur.
analitika, reporting, yəni bunun üstünə gəlir və təbii ki, o datalar yığılandan sonra AI-ın tətbiqi çox sürətlə artacaq, genişlənəcək. Bu da çox gec baş verməyəcək. Yəni bu 3 ilin, 5 ilin məsələsi deyil. Bu ildən, gələn ildən biz görəcəyik ki, böyük ehtimal vakansiyaların sayı durmadan artır, tələbat durmadan artır. Çünki dövlət proqramıdır. Qeyd elədiyiniz kimi sərəncamlar var və bununla bağlı da ciddi şəkildə üzərinə düşüblər dövlət səviyyəsində. Yəni özəl Bəli. şirkətlərdən daha çox düşüblər bəlkə də dövlət Mən səviyyəsində yəni üzərində. belə deyim də, əvvəlki illərdə ancaq məsələn banking sektorunda görürdüm data Bəli. scientist işi. Artıq neft bazarında da bunu görürəm. Yəni Sokar məsələn şirkəti çox böyük şəkildə investisiya eləyir. Sokar CIC şirkəti var. Məsələn böyük komandalar var, işləyirlər bu sahədə. Digər sektorlardan da xeyli görürəm. Hətta rəqəmsal və s. texnologiyalar Nazirliyi tərəfdə də var. Ayna görürəm götürür, Dəmir Yolu Agentliyi götürür. Hətta təzəlikcə bir dənə hackathon qruplar metropoliten üçün bilmirəm kimisə qarşısına çıxıb yoxsa yox. Sırf kameralarla məsələn necə sıxlığı azaltmaq olar və s. AI işlədərək azaltmaq olar. Bu cür hackathonlar var. Yəni artıq tələbatı görürlər bunlar. Bu da şansdır da. O ki qaldı remot beynəlxalqa. E, Təcrübə, kifayət qədər təcrübə olandan sonra remot həqiqətən iş tapmaq mümkündür. Və məsələn burada 2-5K qeyd eləmişik. Bu başlanğıc üçündür. Yəni bunun başı açıqdır da. 20 min dollara, 30 min dollara kimi uzanır. Sadəcə burada çox böyük vəzifələrdən də illərin təcrübəsi olan vəzifələri göstərməmək üçün yəni bunu qeyd eləmişik ki, 2-5K arasında mümkündür belə bir şeylər. Yəni Anladım. hətta data annotator vəzifəsi var. Sırf datanı işarələmək ki, məsələn sonradan AI modellərini öyrədə bilək. Onlara belə xaricdə yəni 1000 dollardan ən aşağı başlayır maaşlar. Yəni ə, ən minimum deyirik də, düzdür? Orada bir minimum bir işi görmək üçün ə, Bəli. ə, Yox, 1000 dediyim süni intellekt üçün deyil ha. bəli, bəli, orada bir data hazırlanmasında bir yardımdır da bir növ, Bəli, düzdür? bəli. Sırf yəni o işlə Orada məşğul çox ol. biliyə də ehtiyac yoxdur ki. Enur, əslində sualı mən də verəcəkdim. Azərbaycanda sizcə vəziyyət necədir? Yoldaşlardan biri də yazıb. Ə, Vəziyyət necədir sizcə və nəyə doğru gedir bu əmək haqqı ilə bağlı Əmək haqqı. Yəni gəlirlə? belə deyim də, hardakı tələbat çoxdur və bilən azdır, orada maaş həqiqətən yaxşı olur. Və Azərbaycanda da sırf bu sektorda olan maaşlar digər az qala bütün mühəndislik sektorlarından çox daha yaxşı ola bilir. Bunun neft-qaz sektoru sırf istisnadır, kənara qoyuram çünki neft-qazda həqiqətən həmişə pul var, xüsusilə dənizdə işləyənlər üçün. Amma sırf ofis işindən gedirsə söhbət, Azərbaycanda ən yaxşı maaş olan sahələrdən biridir, 100%. Təbii ki, bu dəyişir. Yəni ümumiyyətlə bizim sahədə də belədir. Yəni data analitikada aşağı-yuxarı yaxınlıq var. Bu dəyişir. Yəni işlədiyiniz yerdən, sizin bilik səviyyənizdən, yanaşmanızdan, bəzən referanslardan, yəni bu müxtəlif səbəblərdən qaynaqlana bilər. Amma hər bir halda işini yaxşı bilən mütəxəssislər yaxşı da qazanır və paralel olaraq remote işlər də götürmək olur. Yəni bir əsas iş digər tərəfdən kontraktla işləmək də mümkündür və remote işlər də elədir ki, ümumiyyətlə bu sahələrə yönələnlərin əksəriyyəti remote iş üçün, yəni bir növ onun xəyalı ilə gəlir. Orada da fərqli reallıqlar var, miflər var sözsüz ki, amma hər halda yaxşı mütəxəssis, yəni onu da tapa bilir. Buna görə də düşünürəm ki, kifayət qədər gəlir, yəni irəlidədir. Gəlir yaxşıdır bu sahələrdə. Elnur, biz ümumiyyətlə təqdimatı yekunlaşdırmış hesab olunuruq. Yəni strukturun artıq sonu bu karyera imkanları ilə bağlı idi. Yoldaşlardan suallar vermək istəyənlər var. Mən Orxan sizə bircə saniyə sizə yəni söz verəcəm. Əvvəl ə, hə Aytaç xanım sual verib. Orxan sizdən səs açacağam mən. Siz rahat şəkildə sualınızı verərsiniz. Ümumiyyətlə yoldaşlar sual vermək istəyənlərlə əli qaldırar, ilə səsli formada eləyərik, heç bir problem yoxdur. Aytaç xanım soruşur ki, data analitika üçün olan Python kifayətdir, yoxsa sırf Python for AI fərqlidir? Belə bir sual verib.
Qəşəng sualdır. Demək, belə deyim, ilk başda eyni qədər Python kifayətdir. Amma artıq dərinliklərinə girdikcə Computer Vision'ın orada zaten modellərlə bir yerdə həmin Python hissələri öyrənir də, yəni adam. Fundamentallardan başlayanda Python'ı seniora kimi bilməyə ehtiyacı yoxdur. Data analitikəni eyni səviyyədə bilsə bəs eləyir adam. Aha. Başlanğıc. Bəs eləyir və paralel olaraq Aytaç xanım, yəni bunun SQL tərəfi, Excel, Power BI, yəni sırf data analitika yönümlü gedəcəksinizsə, Python-dan yanaşı digər tool'ları da müəyyən səviyyədə bilməyə ehtiyac olacaq. Mən istəyirəm Orxan bəyin belə deyək hissəsi açaq burada. Orxan bəy yoxlayın, zəhmət olmasa görün açılır. Bəli, bəli, Aslı. Bəli, bəli, buyurun, buyurun. Salam, axşamınız xeyir. Çox sağ olun, belə səmimi və professional bir prezentasiya üçün. Yəni, hər kəsin başa düşdüyü bir dildə izah elədiniz hər şeyi. Mənim sualım biraz uzun olacaq və inanıram ki, həm sizə, həm də iştirakçılara çox maraqlı olacaq bu sualım. Mən 4 il bank sektorunda işləmişəm və bu data analitika sahəsinə sırf o müəllimin bayaq dediyi kimi o kreditlərin birbaşa olaraq təyin olunmasına görə olan maraqdan başlamışam. Belə deyim ki, mən hardasa bir illə yaxındır ki, artıq data analitik sahəsinə keçməyə çalışıram. Mənim öncə ingilis dilim C1-dır və MO201-də almışam, Power BI biliklərim də var, SQL-də var, Python-da təzə başlamışam və müxtəlif layihələrim də olub, Power BI-dən də, Excel-dən də, vizualizasiya baxımından da, manipulation-da, yəni SQL, Python hamısını qarışdırmışam artıq, bir portfolio qurmuşam. Ancaq bir problem var ki, mən iş tapmaqda çox çətin çəkirəm. Yəni bu mərhələyə keçə bilmirəm. Hardasa sizə deyim, bir 20-dən çox müsahibədə olmuşam və bu müsahibələrdə mənə müstəqil tasklar veriblər, dil bilirəm yoxlayıblar. Belə deyim ki, hamısını keçirəm, amma necə deyərlər, bir uğur əldə edə bilmirəm. Bilmirəm yaşımla nə əlaqədardır, bilmirəm Neçə yaşınız var Orxan? 29. Yox, elə çox deyil yəni. Yəni fikirləşirəm bura başlayanlar əsasən uşaqlar olur, yəni 22-23 yaşında tələbələr olur. Fikirləşirəm bəlkə yaş faktoruna görə ilişib qalıram, amma biliklərin baxımından bir problem görmürəm. Nəyə görə? Çünki gedirəm, qabağımda mütəxəssis oturur, suallar verir, portfolio qabağımda cəmi bir sual verir. Bəli. Bir sual verir, cavab verirəm və deyir ki, mənə kifayətdir. Bu yəni portfolyomdan qaynaqlanan bir sual olur əslində. Yəni xüsusi bir mən magistr bitirmişəm ingiliscə. Yəni onlardan ümumiyyətlə heç bir sual verilmir. Bank təcrübəmdən sual verilmir. Sadəcə portfolyom sual verilir və tasklara keçdiyim üçün onlar artıq demək olar ki, bir fikir formalaşır onların beynində. Və deyim ki, bu Azərbaycanca aparılır, yox, ingiliscə aparılır və qabağımda oturanlarda kifayət qədər təcrübəsi olan şəxslər olur. Mən burada problemi görmək istəyirəm, çünki bir artıq analitikaya mən hansısa bir maaş çoxdur, gələcəyi var deyə yox, mən sırf xarakterimə uyğun olduğu üçün. Çünki mən 4 il bank sektorunda işləyəndən sonra və gördüm ki, çox monotondur və mənim xarakterimə uyğun deyil. Mən buna alışa bilmirəm də. Mən inkişaf eləmək istəyirəm ki, daimi inkişaf olsun ki, bu işdə məndə maraq olsun. Yəni belə, vəziyyət belədir. Yəni mən bu anomaliyadan çıxmağa çalışıram və hətta bir neçə adamla danışmışam və onlar mənə bir konkret bir yol deyə bilmirlər. Çünki hər adamda belə bir şey olmur. İstəyirəm biz sizin fikirlərinizi alın və mən üçüncü tərəfin fikirləri mənim üçün həmişə önəmlidir. Çünki analitika təkcə özün yox, digərlərinin də fikrindən formalaşan bir nəticə çıxarmalıdır. Elnur, buyurun, istəyirsiniz bəzi fikrinizi bildirin mən də. İlk öncə onu deyim ki, 20 dənə intervyuya getmişsinizsə, bu özü çox böyük bir şeydir. Yəni hər adam bu qədər intervyunu ala bilmir. Demək ki, həqiqətən xeyli qabağa getmisiniz. O ki qaldı sizin o dediyiniz bir yaxşı nəticə ala bilmirəm. Məncə sizi daha çox tanımadan, sizdən belə bir intervyu bir prosesinə getmədən problemin dəqiq nə olduğunu deyə bilmərəm. Bəlkə məsələn portfolio proyektinin yerinə çox daha yaxşı bir proyekt qurmaq olar. Məsələn, bəzən mən ən çox özüm CV-ləri falan baxıram tez-tez qıraqdan gələn və intervyular götürürəm. Ən çox gördüyüm problemlərdən biri odur ki, portfolio proyektində birə-bir eyni proyekt eləyir hamı demək olar ki. Və burada bu məsələni deyim, mən dataların hamısını özüm yığıram. Şirkətlərin hamısını ayrı-ayrı eləyirəm və o dataları mən elə yığıram ki, hamısı random olur və əvvəldən bildirirəm ki, bu ümumiyyətlə qeyri-realdır və sadəcə modeli və yaxud da ki, portfolyonu qurmaqdan ötürü
yaradılmış bir şeydir. Mən sadəcə özümün inkişafımı və biliklərimi göstərmək üçün istifadə edirəm. Yəni tam sırf olaraq özümün təmizlədiyi bir data olur. Yəni bunun hamısını ayrıca edirəm mən. Bu arada mən sırf datadan getmir ha söhbət. Yəni Hı. proyektin məsələn baxın bank sektorunda ən çox belə oturmuş modellərdən biri budur ki, həmin müştəri default eləyəcək ya yox. Krediti qaytara biləcək ya yox. Buy pul verə biləcək ya yox. Məsələn, sırf bu tip demirəm də, hazırda bu dəqiqə ən aktual nədirsə ona uyğun portfolyo proyektləri. Məsələn, chatbotlardırsa bu chatbota aid bir, məsələn, sizə data analistdir, ona görə tam ona uyğun misal vermirəm də. Onu data analist Emin bəy daha yaxşı cavab verər. Yəni mən özüm deyirəm ki, bu sahədənsə məsələn ən aktual olan nədirsə, ona uyğun bəlkə proyektlər yoxdursa, belə düzəldib getmək olar. Amma yenə deyim, tam dəqiq bilmədən mən sizə məlumat verməyim mümkünsüzdür. Ümidvaram, yəni intervyunu götürənlər bəlkə bu barədə aydınlandırar sizi. Yəni çox yaxşı yerlərə toxundunuz. Əslində ümumiyyətlə bu Orxan bəy bir şey qeyd edeyim ki, bu əksəriyyətin qarşılaşdığı problemlərdən biridir. Və mən özüm belə 2020-ci ildə, yəni bu sahəyə başlayanda bir 10-a yaxın müsahibədə olmuşdum və hamısından da rejekt almışdım. O vaxtı sayırdım, yəni bir ayda olurdu ki, 4 dənə, 5 dənə intervyuda olurdum. Amma davam edirdim və sonda məsəl üçün Beynəlxalq Bankda iş tapdım və orada işləməyə başladım və nəyin hesabına, misal üçün məni digərlərinə fərqləndirən nə olmuşdu? Virtual təcrübə proqramları var idi. Mən keçən dəfə də bununla bağlı yazmışdım. Onlayn təcrübə proqramları olur şirkətlərin etdiyi. Hansı ki müxtəlif tasklar olur. O tasklara artıq şirkətin real simulyasiya edirsən, amma simulyasiya olsa da real praktika olur da orada. Sən orada analitika edirsən, analiz edirsən, müxtəlif hesabatlar qurursan. Yəni bu məsələlər kömək eləyir ki, biz daha fərqlənək digər yoldaşlardan. Xüsusilə də data analitikada mənim gördüyüm son dövrlərdə rəqabət kifayət qədər artıb. Bəlkə də yaşı onda gələ bilər ki, 29 böyük yaş deyil. Amma əgər sizinlə eyni səviyyədə texniki bilik səviyyəsində olan 24 yaşlı bir yoldaş varsa, adətən üstünlüyü o 24 yaşlı yoldaşa verə bilərlər. Və ya siz orada müsahibədə necəsə fərqlənməlisiniz. Mən də Elnurun dediyinə qatılıram. Tam olaraq çox rəy bildirə bilmirəm, amma düşünürəm ki, davam etmək lazımdır. Bir də sual verim, siz o AI injiner başlamalıyam, yoxsa tələbatda ucuzluğumu fikirləşirəm. Mən bir cavab verə bilməyəcəm onunla bağlı. Siz müəyyən bir yerə qədər gətirib çıxarmısınız əslində data analitik olaraq da. İndi burada yarıda saxlayıb sıfırdan nəyisə başlamaq bilmirəm. Yəni çox rəy bildirə bilməyəcəm, amma hər halda O qədər bəlkə görməzdim. Bura kimi gəlib inkişaf elətdirib tam artıq çatacaqda qırılması pisdir. Ondan düşündüm. sonra deyərdim ki, yəni biraz da güc verib, daha yaxşı proyektlər eləyib, biraz da artırıb əvvəl-axır tapacaqsınız. Yəni mümkün deyil tapmayasınız. Tələbatlı sahədir. Mən də eyni fikirdəyəm. Bir də ki, siz mənə yazarsınız. Siz mənə yazarsınız, mən bir dənə baxaram, ümumiyyətlə portfolio falan nədir, ona da uyğun danışarıq. Bir də Aydın bəyin bir sualı var, Elnur, onu da verim qısaca şəkildə. Salam, məni maraqlandıran məsələlərdən biri, məncə oxumusunuz siz də orada, şəxsi inkişafla bağlıdır. Əməliyyatlar üzrə menecer vəzifəsini icra edirəm Neft-qaz sektorunda. Həm AI mühəndisliyi, həm data analitika maraqlanıram, amma bilmirəm ki, hansı mənə hazırki peşəmdə daha çox faydalı ola bilər. Mən bir şeyi qeyd eləmək istəyirəm, Elnur. Burada ümumiyyətlə sahə dəyişəndə, yeni sahəyə gedəndə bir neçə nüans var. Onlardan biri nədir? Bu yaş burada öz sözünü deyir, nə mənada? Sizin ailə vəziyyətiniz, yəqin ki, siz də qoşularsınız mənə. Sizin vaxt çərçivəniz, yəni vaxt ayıra biləcəksinizmi bu sahələrə? Misal üçün, Elnur bəyin bir proqramı var, 6 aylıq bir təlim proqramıdır. 6 ay intensiv təlim proqramıdır. Həftədə tutaq ki, 2 dəfə 2 saat. 2 saat görüş olur, amma sən həftə ərzində də onunla məşğul olmalısan. Düzdür? Yəni sən o təlim 2 saat olur, sonra növbəti dərsə qədər tapşırıqların olur, onlarla məşğul olmalısan. Mən tam belə səmimi şəkildə deyəcəm. Əgər bizim 2-3 övladımız varsa, bizim iş şəraitimiz bizə imkan vermirsə, bizim üçün bir qədər çətin olur bu sahələr. Yəni təbii ki, mümkündürmü? Əlbəttə mümkündür. Sadəcə olaraq yaxşı götür-qoy eləmək və öz gücünü, öz vaxtını bilərəkdən sahəni dəyişmək lazımdır. Xüsusilə də bir neçə ay davam edən təlimlərdən söhbət gedir.
e, düşünürəm ki, e, bu sahələrə yəni yönəlmək olar. Sadəcə ondan öncə son bir götür-qoy eləmək lazımdır, cari vəziyyəti, ondan sonra addım atmaq lazımdır. Biz zaten bu sahələrin, xüsusilə də AI engineeringin faydaları, daha doğrusu müsbət üstün cəhətləri, trendlər haqqında detallı məlumatları verdik. Ona görə də biraz düşünmək lazımdır. Elnur, siz də istəyirsinizsə Aydın bəyin sualına ən yaxşı belə, yəni belə başa düşürəm ki, işini dəyişmək deyil niyyəti. Sadəcə tətbiq eləmək. bəli, tətbiq eləməkdir. Bunun üçün ən idealı ilkin başlamaq olar. Menecerlər Aha, üçün AI proqramlar var. sövd, aydındır, aydındır. Mən Buradan üzr istəyirəm, mən biraz yanlış başa düşdüm. Onda sualı ola bilsin. onu götürüb necə işlədəcəyimi Aha. biləndən sonra daha da dərinə enmək üçün artıq AI məsələn öyrənmək olar. Hı hı. O daha yaxşıdır. Çünki əvvəl-axır çox dərinə işləmək üçün Python-da müəyyən qədər bilmək lazım olacaq, analiz eləmək qabiliyyəti lazım olacaq. Amma sırf digərlərinə ideya vermək üçün bir menecer olaraq ki, bax bunu eləyə bilərsiniz, ümumi məlumat olsun. Menecerlər üçün AI proqramlar olur. E, Aha. Yəni məncə Aydın bəyin sualına cavab verirəm. Yəni işi dəyişməkdən getmir onsuz söhbət. Aydındır, aydındır. Mən saat 10'a işləyib, ona görə üzrlə hesab eləyin. Biraz gərgin keçən günün sonunda e, bir qədər səhv başa düşdüm. E, Məncə detallı cavablandırdı Elnur sizin sualı. Bir də Python öyrənib Dart dilin öyrənmək, uygulama yaratmaq üçün necədir? Siz zəhmət olmasa elə mən səsinizi açım. Ağa bəydir də səhv eləmirəmsə. İstəyirsiniz siz də sualınızı verin. Ondan sonra artıq yavaş-yavaş yekunlaşdıraq. Mən sizin səsinizə yəni access verdim, aça bilərsiniz. Aha, Tamam, buyurun. Neşin. Ben Sağlam. uygulamamı düzeltmeyeceğim. Mesela Python dilini bilirəm, az da çox. Dartmouth, bəli. Dart dilini də öyrənmək istəyirəm. iOS və Android üçün də uygulama yaratmaq, düzəltmək. Və məsləhət görürsünüz. Həm iOS-da, həm Android-də işləsin. Ona Başa görə düşürəm. Dart məsləhətdir. Sırf startapdan yola çıxıb gedəcəksinizsə, yəni onda Dart da ola bilər, Flutter və s. də ola bilər. Amma baxır sizin niyyətiniz nədir? Yəni məsələn Android developer olaraq iş tapmaq istəyirsinizsə, Həm iOS, həm Android. İkisində də işləsin deyə. Ben tamam. Elə araşdırdım. iş istəyirsinizsə, həmin gərək ən idealı odur ki, dil öyrənməkdən başlamayasınız. Birinci gedib iş elanlarına baxırsınız ki, tam olaraq nələri istəyirlər. Mən bax Yo, işə görə yox. Mən iş ilanına görə yox. Mesela özüm üçün əsasən yaratmaq, yəni Play Market üçün. hə, Play Market üçün falan. Yəni əslində Apple üçün adətən özünün ayrıca dili var. Ən idealı odur. Ha, bilirəm o ideal. Prosta ikisi hər ikisini yaratmaq üçün Dart məsləhət gördülər. Biraz E, biraz şey dildir. yəni mən o sahənin necə deyim, eksperti deyiləm. Ona Bəli, görə bəli. deyirəm ki, bu yaxşı olar, bu daha pis olar. O birbaşa Android development-a gedir də, yəni mobile development-a gedir. O fərqli sahədə əslində, eynən Elnur. Ə, Əli bəyin bir sualı var. AI engineeringlə data science-ın nə fərqi var? Fərqi nədir? Qısa şəkildə onu da Elnur zəhmət olmasa cavablandıraq və ondan sonra düşünürəm ki, artıq yekunlaşdıra bilərik. Bəzi yerlərdə bunları bir-biri ilə, yəni əvəzləməli istifadə edirlər. Əslində AI deyəndə AI-ın içinə çox şey daxil, yəni az qala hər şey daxildir. Amma günümüzdə istifadə olunan mənasında data science deyəndə adətən nəzərdə tutulur bankda və s. olan tabular datalarla olan iş. Machine learning, klassik machine learning. Amma AI deyəndə hazırki computer vision modelləri, məsələn, kameradan nəyisə görüb detekt edib bir şey eləmə və yaxud chatbotlar və yaxud hər hansısa bir şəkil düzəldən modellər falan. Yəni ən yeni texnologiya belə deyim. AI deyəndə bu nəzərdə tutulur. Hı hı. Əsl mənası olmasa belə. Aydındır. Çox sağ olun. Minnətdaram sizə. Ə, Bizə saniyə. Aytaç xanım yaxşı cavab verib. Aha. Nə qədər Əli bəy yazıb o Kaggle platforması yaxşı nəticələrin olması AI engineer üçün nə qədər önəmlidir? Kaggle-da müxtəlif datasetlər falan paylaşılır da, düzdür? Bəli, Biz də bəli, belə datasетlər istifadə var. Başlanğıc üçün yaxşıdır. Aha. Başlanğıc üçün yaxşıdır. Sonradan artıq biraz daha real proyektlərə keçid eləmək çox daha yaxşıdır. Amma başlanğıc üçün Kaggle
kifayət qədər bəs eləyir, yaxşıdır. Aha. Buyurun, buyurun Nuriye xanım. Sizin mən səsi istəyirsə açım. Elə səsli şəkildə verin. Buyurun. Səsizi eşitmirik sizin. Nuriye xanım səsiniz gəlmir. İstəyirsə yazın, yaza bilərsiniz. Yəni əgər nəsə texniki bir problem varsa yaza bilərsiniz. Yoldaşlar, başqa kiminsə sualı varsa buyura bilər. Ola bilər nəsə baş verdi. Nuriye xanım istəsəz sonra da yəni yaza bilərsiniz. Sualı biz ünvanlayarıq Elnur bəyə. Nəsə ola bilər texniki bir problem baş verib. Buyurun Əli bəy. Buyurun. Sonuncu sualı zəhmət olmasa. Mən səsinizi açdım. Elə səsli şəkildə verin istəyirsiniz. Axşamınız xeyir. Axşamınız Çox üzr xeyir. istəyirəm. Buyurun. Mən Kaggle platformasında competitionlardan yaxşı nəticə göstərməyim o nə qədər önəmlidir də bu machine learning sahəsi üçün. Qəşəng. Yəni competition nə qədər böyük bir competition olmağından asılıdır. Çox böyük competition-a qoşulmusunuzsa, yəni möhtəşəm bir şeydir həqiqətən orada yer tutmağınız. Amma belə deyim də, daha xırda həcmli Kaggle yarışmalarında yer tutmaq yenə idealdır. Çünki təcrübə qazanırsınız. İnsanlar yarışma halında olanda çox daha yaxşı öyrənir və portfolyoda bir şey olur da, yəni artıq illərin təcrübəsi olandan sonra bəlkə o qədər fayda verməyə bilər. Amma bu sahəyə yenisinizsə, hələ işləməmisinizsə, bunun olmağı əla bir şeydir. Çünki hamıda olmur. Aydındır. Çox sağ olun. Nuriye xanım, mən bircə saniyə. Siz bir dənə yoxlayın yenidən. Mən çünki sizə access verdim burada ona görə. Sizdə açıq göstərir, sonra bağlanır. Nəsə baş verib burada. Bir dənə yoxlayın, aha. Yəni sizdə hal-hazırda mikrofon açılıb. Yəqin mikrofon. Salam, Aha, axşamınız evet, xeyir. salam, Çox sağ olun maraqlı seminar üçün. Sualım bu idi ki, burada o birinci siz portfolyoda göstərdiniz end-to-end pipeline-ların qurulması. Bunun üçün ən çox hansı belə deyim də skilllər, hansı davranışlar tələb olunur? Qəşəng sualdır. Hansı skilllər deyəndə, yəni Python mütləq lazımdır. Data analizis üçün lazım olan bütün kitabxanaları olsun Python-la. Bu end-to-end ML pipeline lazım ola bilər. Hətta bəzi tam yəni ən sona kimi gediriksə, deployment üçün, yəni MLOps-un bəzi hissəsi də bura daxildir. Lazım olan bəzi texnologiyalar, məsələn GitHub-da necə avtomatikləşdirilmə, avtomatik testlərin edilməsi və s. kimi lazım ola bilər. Datanın yığılması və təmizlənməsi ən başda bunlar da vacibdir. Yəni pipeline deyəndə end-to-end ümumiyyətlə o nəzərdə tutulur ki, siz bütün işləri görürsüz də ən başdan sona kimi hamısını özünüz eləyirsiniz. Yəni fərqli-fərqli mühəndislərə vermirsiniz ki, hə mənim işim bitdi. Çox sağ olun Elnur məlumat üçün. Yoldaşlar, bizim webinarımız başa çatır. Vaxtınıza ayırdığınıza görə təşəkkür edirəm hər birinizə. Çox sağ olun. İnşallah növbəti bizi izləyin. Çünki belə webinarlar düşünürük ki, faydalıdır və ardıcıl şəkildə keçirməyi planlaşdırırıq. Hər birinizə uğurlar. Gecəniz xeyir qalsın. Elnur, çox sağ olun. Hər birinizə gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun.